Hər önəm verdiyin önəmsiz bir şey sənin üçün bir gün önəmsiz olacaq. Buna indidən düşüncə ilə, təfəkkürlə gəlib çata bilərsən. Hansısa bir gün olacaq, ən axırı haçan olacaq? Can verən anda. Can verən anda insan vay deyəcək, vay. Vay deyəcək, niyə bir dəqiqəmi buna sərf elədim? Hər şey gözdən düşür. Vuruşurdu, nə rəqib idin minbər üstündə, vəzifə üstündə, məqam üstündə. İndi can verirsən, heç fərqi yoxdur o minbərə kim çıxıb, sən canının hayındasan. Heç fərqi yoxdur o stolda kim oturub, o kresloda kim yayılıb oturub. Heç nə səni... Hərdən olur, mən deyirəm, falan kəs can verir, həmişə düşünürəm ki, indi bu qədər hadisələr var, bayırda oturublar. Onun üçünsə heç canı ilə, ancaq heç nə əhəmiyyətli deyil. Bunu indidən elə. Və onda elə bilmə ki, həyat sönəcək, onda sən rahat və daha cazibəli yaşayacaqsan, daha gözəl yaşayacaqsan.